Stoker Trading'in rəhbəri ikən uzaqgörən sövdələşmə ustası kimi təqdim olunan Adnan Əhmədzadə əslində dahi trader olmayıb. Onun zərif və qlobal nüfuzlu imicinin arxasında əhəmiyyətsiz kimi görünən, lakin dağıdıcı bir strategiya gizlənirdi. O, neft və maliyyə sektorlarındakı əsas qərarverici şəxsləri cəlb edir, manipulyasiya üçün isə elit səviyyəli eskortların xidmətlərindən yararlanırdı. Global Info xəbər verir ki, bu fikirlər nüfuzlu Brüssel Post News nəşrinin araşdırmasında yer alıb. Nəşr Adnan Əhmədzadənin fəaliyyəti haqqında indiyə qədər açıqlanmayan sensasiyon detalları bölüşüb. Stat. Ətrafına yaxın mənbələr bildirirlər ki, Əhmədzadə 20-dən çox eskortu işə götürüb, onları Palm Jumeirah adlı süni ada kompleksindəki lüks villada yerləşdirib, orada müxtəlif biznes partnyorlarını cəlb etmək məqsədi ilə xüsusi qapalı tədbirlər təşkil edib. Bu, sosial və cinsi təsir vasitələri mövcud və ya gələcək tərəfdaşlarla əməkdaşlığın təminatında böyük rol oynayıb. Statın sonu. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.